Sağ olun, düğmenin vasıtayını kalmasın. Şahirin vətəni Azərbaycanda, Gəncə şəhərində onu bu qədər yüksək qiymətləndirib, onu yüksək qiymətləndirib, ona bu qədər şərəf verirsiniz. Çox sağ olun. Mən bu tədbirin lap əvvəl başlanğıcında hamını salamlayıb, burada əziyyəti keçən hər bir kollektiv iştirakçılarına öz təşəkkürümü bildirirəm Simaq müəllimin ailəsi adına. Mən çox həyəcan keçirdirəm, məni bağışlayın. Yəni, birdən-birə gəlib belə bir məclisdə, belə ürək sözünü demək, yəni ardıcıl surətdə, yəni şairin bütün yaradıcılığı haqqında danışmaq mənim üçün çox çətindir, ancaq özümü toparlayıb istəyirəm ki, qısa da olsa məlumat verəm. Burada danışanlar sağ olsunlar, ətraflı onun həyat yaradıcılığından danışdılar, onun vətənə bağlılığından, vətənə sevgisindən danışdılar. Mən də onların danışdıqlarından əlavə, yəni bir neçə kəlmələr demək istəyirəm. Simaq şeydə doğrudan da Azərbaycanı çox sevirdi. Onun iliyində, qanunda bu Azərbaycan sevgisi daima son nəfəsinəcən həmişə olur. Onun ölməyinə, rəhmətə getməyinə bir neçə saat qalmış, mən onunla açıq belə video ilə danışırdıq, telefonla gündə danışırdıq neçə dəfə. Ancaq o bir kəlmə dedi. Dedi ki, bircə dəfə Oğuz'a, o vaxtı Bartaşen idi, Bartaşen dedi o. Bircə dəfə Bartaşenə, Gəncəyə gedə bilseydim, elə bunu dedi. Son nəfəsində. O qədər bağlı idi ki, o Azərbaycana. Qürbət onu çox kədərləndirmişdi, məcbur idi orada qalmağa. Çünki səhhəti ilə əlaqədar Simaq müəllim məcbur idi orada yaşasın. 11 dəfə cərrahiyyə əməliyyatından keçib o. Onun gözləri cəmi 20% görürdü. O, İsraildə gözlərini o qədər müalicə edə bilmədilər. Çünki elə anadan gəlmə, onda zəiflik var idi gözündə, yaxından görmə var idi. Orada olunmadı müalicə, ancaq məsləhət gördülər ki, Almaniyada olunar. Yəni, həkimin adını da dedilər, o məcbur oldu ora getməyə. Həqiqətən köməklikləri dəydi. Necə dəydi? Yəni, ona iynə vurdular bəbəyinə, onu o dərəcədə saxladılar. Yəni, yaş ötdükcə insanda zəiflik gələ-gələ güclənir. Onu saxladılar o dərəcədə. Bir də sizə Simaq müəllimin bu kitablarını necə ərsəyə gətirdiyindən də birazca qoy tələbələrə mən danışım. Onlar görsünlər ki, həqiqətən bu şair necə fədakar bir şair olur. Almaniyada yaşayan 25 il ərzində şairə oranın dövləti belə bir aparat vermişdilər, cihaz vermişdilər. O cihaz böyüdücü idi. Necə lupalar ki böyüdür, hərfləri, o elə bir cihaz idi. O cihazı altına vərəqini qoyurdu Simaq müəllim, orada yer var idi.